Təəssüf ki, gün 24 saatdan ibarətdir. Bəli, mənim yüzlərlə izləyim olub, yüzlərlə fəaliyyətlərim olub. İstəmişəm ki, belə bir şey fikirləşim, belə bir şey yaradım. Həm də xüsusilə startap yanaşması yoxdur da. Bu bir şirkətdir və Azərbaycanda 5 manat verib 15 manatlıq xidmət istəyir hər kəs. Yaxud da daha çox istəyir və yaxud da daha ucuz istəyir və s. Bu bizim bir paradoksdur. Bizim bazarın Hər kəs salam əziz izləyicilər. Bu gün sizlərlə qarşınızda mən Qoşqar Ramazanlı. Mən Fatih Həsədə. Bugünkü qonağımız Samir bəydir. O davamlı olaraq startaplarla məşğul olub və hal-hazırda da Sabah Hub'da Head of Community vəzifəsində çalışır. Elə isə özünü tanıtması üçün sözü Samir bəyə veririk. Xoş gördük. Mənim adım Samir Qədirovdur. Artıq 15 ilə yaxındır ki, mən startap və innovasiya sektorunda müxtəlif layihələrin həm yaradıcısı, həm də rəhbəri olmuşam. Aslında Azərbaycanda bu ekosistem heç o dövrdə yox idi və mənim ilk addımlarım sırf xarici təcrübə əsasında digər ölkələrdən gördüyüm və Azərbaycanda təkrar etmək istədiyim ideyalar idi və şükürlər olsun ki, artıq Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil və imkanlar qat-qat daha çoxdur və bu da elə bizə kömək edir ki, ideyalarımız daha çox böyüsün. Hazırda həm müxtəlif layihələrdə işləyirsiniz, həm də startaplara kömək edirsiniz. Bunlar arasında vaxtlarınızı necə bölürsünüz və heç olubmu ki, gecə boyu oyaq qalmısınız ki, işinizi tamamlayasınız? İdeyalarım, mənim startaplarım, mənim hobbilərimdən ilhamlanıb, belə deyim, istəklərimdən ilhamlanaraq onları biznesə çevirmişəm. Amma yəni mənim əsas cavabım odur ki, mən çatdırmıram. Təəssüf ki, gün 24 saatdan ibarətdir. Təəssüf ki, ideal planlama demək olar ki, mümkün deyil. Amma artıq texnologiya bizə imkan verir ki, gün ərzində belə deyim də yaşadığımız dövrdən maksimum istifadə edə bilək. Çox yaxşı bir nümunə var. Deyir, əgər sən fiziki olaraq bu nöqtədəsənsə, texnologiyalar sənə imkan verə bilər ki, bu nöqtəyə çata biləsən və aydın məsələdir ki, müxtəlif fəaliyyətlərlə məşğul olursansa, sənin assistentlərə əvvəllər bu fiziki assistentlərdən söhbət gedirdi, nə bilim, katiblər, işçilər, assistentlər və s. Hal-hazırda isə biz texnologiyalardan istifadə edirik. Elə gördüyünüz kimi gəlib görüşməyə ehtiyac olmadı. Onlayn şəkildə biz qoşulduq görüşə və avtomatik olaraq mən müəyyən bir yola itirəcəyim vaxtı qənaət etmiş oldum. Elə paralel olaraq sizinlə də danışa-danışa başqa işlərimi də görə bilirəm. Yəni aydın məsələdir ki, əgər burada necə çatdırırsan sualını deyirsinizsə, ilk cavabım odur ki, mən çatdırmıram. Və 24 saat hərdən bəs eləmir, gecələr də oturub işləyirik və yaxud da deadline-ları hərdən bir olur ki, keçirik və s. Amma yəni çatdırmağın ən uyğun yolu mümkün qədər öz həm ideyalarınıza, bizneslərinizə və əsas hətta həyat tərzinizə texnologiyaları ətrafımızdakı müxtəlif müasir, xüsusilə AI, süni intellekt assistentlərini birləşdirmək. Bəli. Bəs bugünə qədər həm yerli, həm də qlobal şirkətlərdə çalışmısınız. Geriyə baxanda hansı mühit düşüncə tərziniz ən çox dəyişdi? Yəni qlobalda və yaxud da yerli bazarda hansı şirkətlərdə işlədiyiniz o dəyərli bilgilər sizi indi daha da irəli götürür? Bu isə maraqlı sualdır. Mənə heç çox sual verməmişlər, amma mən elə düşündüm ki, həqiqətən də elə professional karyera mənim həyatımı dəyişib. Nə baxımdan ki, valideynlərim mənə istəyirdi ki, mühəndis etsinlər, mühəndis iqtisadiyyatı ilə məşğul olum və s. Amma elə 2010-cu il idi səhv eləmirəmsə, tələbə vaxtında ikinci kursda mən Red Bull şirkəti ilə tanış oldum. Və Red Bull'un marketinq strategiyası, özünüz bilirsiniz də, dünya üzrə bütün qlobal olaraq eynidir. Yəni Azərbaycandakı Red Bull aktivasiyalarını qlobalda HQ yazır və çox rəngarəngdir, çox maraqlıdır. Ən azından idman sevən, aktiv həyat tərzini keçirdən hər kəs üçün çox unikaldır və elə bil ki, vahid bir dünya ekosistemidir. Bütün satışlar, bütün fəaliyyətlər son nəticədə həmin o fəaliyyətləri dəstəkləmək üçün fəaliyyət göstərir və bu çox mənə böyük bir belə deyim də motivasiya verdi, həvəs verdi və hətta həyata baxışımı dəyişdi. Mən qərara gəldim ki, daha çox kreativ sferada olum, nəinki iqtisadi, mühəndis sferasında. Çünki həqiqətən də orada olduqca yəni mən bir ömür Red Bull'da işləyə bilərdim, çünki həqiqətən çox maraqlı idi. Bu iş sadəcə olaraq pul qazanma məqsədi yox, həm də həyat tərzini, həyatını, ətrafını, dostlarını və ən əsası karyeranı qurmaq üçün çox maraqlı idi. Və əgər bu suala ilkin
cavabımı istəsəz, təbii ki, bəli, bu elə mənim həyat tərzimi dəyişdi. Hətta Red Bullda işləyərkən gördüyüm çətinliklər, gördüyüm problemlər və ya boşluqlar mənə elə ilk startaplarımı da Ha, bəs bu startapları quranda olubmu ki, bir startapa demisiniz ki, bu heç vaxt olmaz. Yəni nə olursa olsun bu tutmaz, amma tutub. Yəni yaxşı nəticələr verir. Yox. Bu sualın yəni, qısa cavabım yoxdur. Çünki əgər biz ideyaya özümüz inanmırıqsa, ona heç kim inandıra bilmərik. Bəli, mənim yüzlərlə ideyam olub, yüzlərlə fəaliyyətlərim olub. İstəmişəm ki, belə bir şey fikirləşəyim, belə bir şey yaradım. Həm də entrepreneur mind deyirlər də, o sahibkarlıq ruhu. İnsanda sahibkarlıq ruhu olanda sən hər bir çətinliyi bir imkan kimi görürsən. Nə bilim, kofeni gətirirlər, əlim yanır, deyirəm, bunu belə eləsəydi daha yaxşı olardı. Nə bilim, düşürəm çörək almağa, çörək tapa bilmirəm, deyirəm, bir application olsaydı, mənə yolu göstərsəydi daha yaxşı. Yəni bütün həyat tərzin, bütün problemlərin sənin üçün bir imkan kimi görünür. Amma əgər mən ona özüm inanmıramsa, ki, mən bunu edə bilərəm və yaxud da bu işləyəcək və s. mən heç vaxt ona baş qoşmuram. Hətta olur ki, mənə əksinə təkliflər gəlir. Yəni, dəfələrlə olub ki, dostum gəlir, bir turizm application yaratmaq istəyirik, bir nə bilim, maraqlı fəaliyyətimiz var, gəl investor ol və s. Əgər mən özüm bu ideyaya inanmıramsa, görürəm ki, bir müddətdən sonra ondan uzaqlaşıram da, belə deyək, və yaxud da onunla məşğul olmuram. Amma bir təcrübədə onu, misal üçün, sizə nümunə olaraq göstərə bilərəm. Solong fəaliyyəti var, bilməm, eşitmisiniz yoxsa yox, bu elektron musiqi festivalları formatındadır və əsasən Azərbaycanın tarixi, mədəni və qeyri-adi lokasiyalarında tədbirlər keçirdilər və dostum Sahil Umudov onun yaradıcısıdır. İlk olaraq öz dostlarına mənə müraciət elədi ki, gəlin bunu müəyyən səviyyədə promote edə, inkişaf elətdirə bilirəm, sən musiqini sevirsən, kreativ insansan, gəl qoşul bizim marketinq komandasına. Açığı elektron musiqiyə çox sevsəm də, o ideyaya çox inanmırdım. Xüsusilə bir neçə il əvvəl pandemiyadan qabaq Azərbaycanda elə də yaygın deyildi bu fəaliyyətdə. Bir-iki fəaliyyətdən sonra, bir-iki layihədən sonra artıq mən dostuma dedim ki, Sahil, sən yaxşı olansan, amma mən bu ideyaya inanmıram da. Yəni çətin ki, bu gələcəkdə inkişaf edər. Yəni buna çoxlu investisiya olunsun, vaxt sərf olunsun və s. Mənim isə buna vaxtım yoxdur, öz startaplarım var. Mən çıxandan sonra, artıq 1-2 il sonra, yəni yetərincə uzun müddətdən sonra bu son nəticədə tutdu. Yəni olmaz demişdim, oldu və hal-hazırda Solong ölkənin ən böyük musiqi festivallarını keçirdən təşkilatlardan biridir. Yəni o da mümkündür. Heç vaxt nikogda heç vaxt deməyin. Əgər həqiqətən ideyaya özünüz inanırsınızsa, ola bilər yəni bu sırf sizin ideya yox, dostunuzun ideya olsun və s. Sonda bu təbii ki, uğurla nəticələnir. Hər şey sənin öz motivasiyandır. Və yaxud da bildiyiniz kimi özünüz də həm əvvəllər də startaplarla çoxlu məşğul olmusunuz və indi də Sabahada digər startapları yəni görürsünüz hekayələrin. Bəs uğursuz startapların sizcə ən böyük ortaq nöqtələri nələrdir? Yəni uğursuz olma səbəblərinin ən əsasında nə dayanır? Əslində bu çətin sualdır. Çünki ümumiyyətlə uğursuz startapların səbəbi yalnız onun founderında və ideyada olmaya bilər. Xüsusilə Azərbaycan kimi ölkədə bizdə o şərait yoxdur ki, biz həmin o ideyaları sürətlə inkişaf elətdirək. Startup nədir? Elə adi şirkətin startupdan fərqi ondan ibarətdir ki, şirkət müəyyən bir addımlarla başlayır qalxmağa, startup isə exponential inkişaf edə bilər. Yəni bir breakthrough ola bilər də, inkişaf edə bilər, hansı ki, sərhədsiz imkanlar verə bilər. Yəni bir il ərzində milyardlıq şirkətə çevrilə bilər və s. Region belə üzr istəyirəm, təsir edə bilər ki, sizin ideyanız uğurlu və yaxud da uğursuz olsun. Hansı şəbəkədən, hansı auditoriyadan başlamağınız belə şərait yarada bilər ki, sizin ideyanız daha uğurlu olsun və s. Ona görə bunu yalnız bir səbəblə, bir məqsədlə belə deyim də birləşdirmək olmur. Amma mən düşünürəm ki, bu sadəcə individual araşdırmamdır. İnsanların tənbəlliyindəndir bu. Bizim insanlar biraz tənbəldirlər, düşünürlər ki, gələcəm, gözəl ideya təklif edəcəm və hər kəs məni alqışlayacaq, başlayacaq pul verməyə. Elə deyil, həyat qat-qat daha çətindir. Xüsusilə əgər sən sahibkarlıq fəaliyyətini qarşına məqsəd qoymusansa, bəli, mənfi cəhətlərlə bərabər müsbət cəhətlər də yetərincə çoxdur. Amma heç də daha asan deyil, nəinki hansı bir corporate işləmək və s. Bəli, çətin olsa məncə daha maraq olur, həm də belə hər şey asan olsa maraq olmaz çox da. Bəs bu founderların, uğursuz olmuş founderların sizə problemləri danışanda nə danışırlar, hansı problemləri danışırlar, sizdən nə soruşurlar?
Çox vaxt mən görürəm ki, ideyalarla illərdir məşğul olurlar, amma bazara çıxmırlar və deyirlər, onun səhv düzəldi, bunu belə elədik, onu elə elədik və s. alınmadı. Və yaxud da çox qəşəng ideyaları, çox gözəl MVP-ləri və s. var, amma satışa çıxmırlar. Ən çox mən bu mövzuları görürəm. Hətta olur ki, müxtəlif böyük müsabiqələrin qalibləri olurlar, beynəlxalq arenada özlərini təmsil edirlər və startaplarla investisiyalar qaldırırlar, amma bazara çıxa bilmirlər və bu təbii ki, müəyyən müddətdən sonra imkan yaradır ki, bu startaplar dayansın. Çünki hər bir startapın öz daxili büdcəsi olmalıdır. Biz heç bir şəkildə investisiyadan asılı şirkətlər qurmamalıyıq. Çünki investisiya bitəndir. Amma sənin satışın varsa, sənin müəyyən imkanların varsa ki, öz biznesini inkişaf elətdirəsən, o daha effektivdir, o daha belə önəmlidir. Nəinki hansısa şirkətdən, hansısa təşkilatdan investisiya almaq. Və çox vaxt bu problemlərlə gənclər qarşılaşır ki, investisiyamız bitdi, komandamız həvəsdən düşdü, çox uzandı temamız və s. Buna da təbii ki, həllər müxtəlif ola bilər, müxtəlif obyektiv və subyektiv səbəblər ola bilər. Onları artıq hər ideyadan asılı olaraq danışırıq. Bəli. Tədbirlər zamanı məsələn hər hansı bir hackathonlarda və yaxud da digər tədbirlərdə ən gördüyünüz belə yadda qalan çıxışı, ən yaxşı eləyən nə idi? Yəni onu niyə yadınızda qaldı? Hansı bir fərqliliyi var idi digər çıxışlardan? Mən ali məktəbində dərs deyirəm və orada ümumiyyətlə sahibkarlığa giriş mövzusunda müxtəlif universitetlərdə seminarlar keçirəm və orada müxtəlif startaplarla tanış oluruq. Hətta ali məktəbi özü xüsusilə bu ekosistemə çox böyük töhfə verir. Onlar özlərinin daxili startapları var, çoxlu innovasiyalar var, müxtəlif yeniliklər edirlər, çalışırlar inkişaf etsinlər və s. Yəni bu heç bizim proqram qalsın belə daxillərində olan ekosistem yetərincə güclüdür. Amma hərdən elə startaplar olur ki, mən düşünürəm ki, heç mənim onlara hansı bir töhfə verməyimə ehtiyac yoxdur. Yəni o dərəcədə yaxşı inkişaf etmiş, o dərəcədə maraqlı ideyalar mövcuddur ki, insanlar mənim çox xoşuma gəlir və mən əksinə dəstək olmağa çalışıram bunlara ki, hansı fəaliyyətlərdirlərsə bir qat daha üstün olsunlar və s. O baxımdan nümunə olaraq göstərə biləcəyim Climate Solid proyekti var, Boilycard var və ən çox xoşuma gələn üstünlüyü ondan ibarətdir ki, layihədə işləyən gənclər özləri də çox savadlıdır. Yəni biz müxtəlif ideyaların müəllifi ola bilərik, yaradıcısı ola bilərik, hətta başçısı ola bilər və bu ideya işləyə bilər, amma ən əsası sizin daxili savadınızdır. Qoy bu ideya olaraq tam uğurlu olmasın, amma siz uğurlu insan olun, savadlı insan olun. Deməli, bu ideyada olmasa belə növbəti fəaliyyətlərinizdə siz daha uğurlu olacaqsınız. Tamam, bəs məsələn təqdimatlarla falan biz bu adamları qazandıq. Sonra onları tutmaq daha yaxşıdır, ya tutmaq daha çətindir. Yoxsa qazanmaq çətin olur? Sualı tam anlamadım. Siz retention'ı və yaxud da yeni müştərinin qazanılmasını deyirsiniz, yəni müştərinin qazanılması və yaxud da davamlı şəkildə o müştəri ilə əlaqələrin saxlanılması. Əgər Azərbaycan bazarından soruşuruqsa, hər ikisi çətindir. Çünki bizdə xüsusilə startap yanaşması yoxdur da. Bu bir şirkətdir, xidmət təklif edir və Azərbaycanda 5 manat verib 15 manatlıq xidmət istəyir hər kəs. Qat-qat daha çox istəyir və yaxud da daha ucuz istəyir və s. Bu bizim bir paradoksdur. Bizim bazarın spesifikasıdır. Yəni bizim üçün həm yeni müştərini cəlb etmək çətindir, həm də müştərini saxlamaq çətindir. Çünki bir tərəfdən də bizneslər sürətlə inkişaf edir və sənə, misal üçün, sənin verdiyin 5 funksiyonalın üzərinə bir funksiyonal əlavə edib 6 funksiyonal kimi başqası da təklif edə bilər. Bu demək ki, sən dayanmadan inkişaf etməlisən, dayanmadan qalxmalısan, dayanmadan yeni təkliflər, yeni kampaniyalar, aksiyalar etməlisən. Əgər məndən soruşsanız, mən düşünürəm hər ikisi Azərbaycan bazarı üçün çətindir. Amma ümumilikdə təbii ki, yeni müştəri qazanmaq daha asan olmalıdır. Çünki biz də insanıq, hər birimiz eksperimentə açığıq, maraqlıyıq və yeni maraqlı məhsullar görəndə mənim özümə misal üçün maraqlı olur ki, yoxlayım həmin əpi və yaxud da nə bilim həmin servisdən istifadə edim, görüm necədir. Və xoşuma gəlirsə artıq retention'da yenidən müştərisi oluram və ona görə də ikincisi daha çətin olur. Ki sən müştərini razı salmalısan ki, yenidən sənin xidmətlərindən istifadə eləsin. Bəs bayaqdan əvvəl başda dediniz ki, yeni nəsil texnologiyalardan AI-dan istifadə edirsiniz. AI-i hansı dərəcədə və hansı yönümlü, yəni işlərinizin hansı hissələrində istifadə edirsiniz? Mən demək olar ki, hər addımda müəyyən assistentlərdən istifadə edirəm. AI sadəcə chat deyil. Mən
adi həyat tərzində bundan istifadə edirəm ilk növbədə. Müəyyən qarşıma suallar çıxanda, əvvəllər Google-da yazırdıqsa, müəyyən bir informasiyanı ümumi resurslardan alırdıqsa, indi customize informasiyanı sırf AI-ın üzərindən ala bilirəm. İkincisi, kodlaşdırmada çox böyük dəstək olur bizim startaplara, bizim komandaya. Biz artıq ödənişli funksiyalardan istifadə edirik və bir çox səhvlərin düzəldilməsinə. Əgər bizim məsəl üçün deyirəm də, o vaxt çatmaq baxımından assistentlər çox kömək edir. Əgər bir proyekti 2 aya təhvil verirdisə, indi 10 günə onu daha keyfiyyətli şəkildə, çox sürətli şəkildə təhvil vermək mümkündür və ya da 10 günlük proyekti 1-2 saat etmək olur. Üçüncüsü, yeni ideyalara, yeni inisiativlara, yeni başlanğıclara kömək edir. AI texnologiyalar, bu əsasən Anthropicdir, Claude'dur, hansı ki, əlimdə yalnız xam ideya var və o ideyanı ona izah etməklə o bir MVP formatına gətirib çıxarda bilir. Dördüncü isə mənim üçün tanış olmayan sahələri də öyrənməyə kömək edir. Hətta deyərdim ki, misal üçün applicationların, bu mobil developmentin və digər mənim üçün uzaq olan funksiyonalların öyrənilməsində mənə çox kömək olur. Sırf AI əsaslar. Tamam, bəs araşdırmalar zamanı məsələn mən LinkedIn-də özümə yazsam ki, Fatih Əhmədzadə AI üzrə professional bir işçidir. AI LinkedIn-də bunu görəndə düzgün informasiya sayacaq və səhv məlumat verəcək. Araşdırmalar zamanı bunun qarşısını necə alırsınız? Məsələ nədən ibarətdir? AI sizin əvəzinizdə heç bir iş görmür. Yəni heç bir şəkildə düşünməyin ki, siz AI yazacaqsınız ki, misal üçün də mənə Fatih barəsində məlumat ver və o sənə məlumat verəcək. AI sənə yaratdığın informasiyanı yoxlamağa, düzəltməyə və daha keyfiyyətli etməyə imkan verir. Yəni heç bir şəkildə olmaz ki, biz sadəcə promptu yazaq və prompt nə verirsə onu da istifadə edək. Mən müxtəlif esselər yazıram, müxtəlif artikellər, müsahibələr verirəm müxtəlif təşkilatlara və çox vaxt olur ki, onlar yazılı olur. Amma mən heç vaxt deyim ki, ChatGPT-yə yazmıram ki, bəs mənə bu suallarıma cavab ver, çıx bütün hamı suallarına cavab versin. Mən müəyyən cavablarımı özüm tərtib edirəm. Suallara misal üçün öz visionumu göstərirəm və hərf səhvlərinin düzəldilməsinə, daha yaxşı sözlərdən istifadə etməsinə və s. üçün müraciət edirəm ki, mənim AI əsistentim bunu kömək etsin. Və bu heç bir halda əksinə işləmir. Çünki AI sizin əvəzinizdə düşünmür. O öz düşündüyü kimi düşünür, internetdən benchmarklar alır və s. Yəni bu alqoritmləri beynəlxalq ümumi qəbul olunmuş strukturlar üzrədir. Hətta dediyiniz kimi də, əgər siz və sizin kimi yüzlərlə insan belə də eyni şeyi okey versə, çox xoşuna gəlsə, AI düşünəcək ki, bu düzdür. Amma insanlar eyni deyil, axı fərqli düşüncələr var. Və ona görə siz heç vaxt tam olaraq belə deyim də, arxayın olmamalısınız ki, AI düzgün şəkildə bütün materialı hazırlayacaq, düzəldəcək və sizə verəcək. İlk növbədə özünüz hazırlamalısınız və ona polish etməyə və hətta belə müəyyən dəqiq promptlar var da, polish, shorten, formalize və s. Bu funksiyonallardan istifadə etməyiniz daha doğrudur. Nəinki sıfırdan o hazırlasın və gözü yumulu da bunu belə deyim də, hansısa bir research-inizdə istifadə edəsiniz. Aha. Bəs indiyə qədər qazandığınız həm bilik bacarıqlarınız olsun, həm təcrübəniz olsun, bunları istifadə edərək, əgər sıfırdan indiki vəziyyətdə bir startup qurmağa çalışsaydınız, yəni onu yüksək səviyyəyə gətirənə qədər hansı proseslər demək olar ki, edərdiniz? Yəni nə cür davam edərdiniz bu sahədə? Əslində deyirlər ki, sahibkarların əsas ən uğurlu dövrü 38-42 yaş arasıdır. Yəni mən düşünürəm ki, gənclik dövrümdə mən müəyyən ideyalarla məşğul olurdum və s. Amma o dövrdə mən daha çox təhsil ala bilərdim, özümü inkişaf etdirə bilərdim ki, hal-hazırda bir addım daha, bir baş daha yuxarıda olum. Yəni təhsil çox vacibdir mənim düşüncəmdə. Hamı düşünə bilər ki, bəli, sahibkarlıq üçün sənin ali təhsilin olmamalıdır və s. Ehtiyac yoxdur artıq ilk dövrlərdə diplomun olsun və s. Amma söhbət diplomdan getmir də. Yəni mən təhsil dedikdə öz biliklərim, bacarıqlarım, aldığım məlumatlardan söhbət gedir. Yəni nə qədər çox bilirsənsə, o qədər çox təbii ki, tətbiq edə bilirsən. O baxımdan düşünürəm ki, əgər əvvəlki ağlım olsaydı, mən təhsilimə daha çox önəm verərdim və yaxud da daha prioritet yüksək səviyyəli ali təhsil mərkəzlərində, ocaqlarında təhsil alardım. Bəs bayaq süni intellektdən danışdıq. Süni intellekt bizim işlərimizi bəzi cəhətlərdən asanlaşdırıb, bəzi cəhətlərdən çətinləşdirib. Sizcə hansı cəhətlər asanlaşıb, hansı cəhətlər çətinləşib? Məsəl üçün, hal-hazırda artıq
hansısa mətni tərcümə etməyə ehtiyac yoxdur. Çox vaxt olurdu ki, xarici resurslardan istifadə edirdik öz resurslarımızda, işlərimizdə, nə bilim, məqalələrdə və s. İndi avtomatik olaraq tərcümə etmək mümkün olur. Hətta şəkildəki informasiyanı belə AI rahat şəkildə tərcümə edib, çox düzgün şəkildə hazırlayıb verir. İkinci məsələ orfoqrafiya ilə bağlıdır. Mən baxıram, öz adımı səhv yazmışam, familiyamı səhv yazmışam bizim chatda. Əgər bu AI olsaydı və onu yoxlaya bilsəydik, qat-qat daha sürətli və daha səliqəli olardı. Aydın məsələdir ki, insanlarda göz yaddaşı deyilən bir şey var. İnsan yazdıqca gözü yazıya öyrəşir və sənin səhv etmə ehtimalın getdikcə artır. Amma AI sənə dəstək olur ki, sadəcə göstərirsən, deyirsən heç bir dəyişiklik etmə, mənə orfoqrafiyamı yoxla. Bunun üçün artıq əlavə insana bir dostluğa müraciət etməyə ehtiyac yoxdur və s. Üçüncüsü, işin sürətlənməsinə böyük töhfə verir. Əgər bir bütün mətni yazmalıydınsa, bütün suallara ətraflı şəkildə cavab verməliydinsə, sən sadəcə öz fikirlərini bildirirsən və bunun əsasında sənin ümumi bir mətnin formalaşır və yaxud da datan formalaşır. Elə söhbət kodlardan gedir, kodun formalaşır, sən ona istiqamət verirsən, əvvəlcə feed edirsən, öyrədirsən, ondan sonra sən öyrətdiyin formatda ilə sənin stilində kodları yazmağa kömək edir. Yəni bu müxtəlif əslində sonsuz sayda imkanlar verir. Biz hal-hazırda bir təhsil platforması toplayırıq, hansı ki, mən sadəcə skripti hazırlayıram, o mənim əvəzimə videonu yığır, prezentasiyanı da yığır, həmin o dərs formatını da yığır, veb saytı da hazırlayır və s. Yəni, əslində sərhədsiz imkanlar verir. Yəni, bizim elektron assistentlərdən, AI-dan istifadəmiz çox məhduddur, amma dünyada artıq çoxlu innovasiyalar və çoxlu müxtəlif yeniliklər gətirir AI. Bundan mümkün qədər çox şəkildə bir məlumatlı olmalıyıq ki, istifadə etməyə çalışmalıyıq. Sizin fikrinizdə bəs uğurlu startapları qurarkən daha tez qərar verib, sonra məsələn yanlış olsa belə onu düzəltmək daha yaxşıdır, yoxsa uzun bir müddət planlayıb, düşünüb, ən sonda bir qərar vermək? Bəli, ilk növbədə sürətli olmalısan. Bu startapın əsas qanunudur. Çıx bazara, orada öyrən ki, nəsə səhvdir, onu düzəltməyə çalış, pivot elə və s. Nəinki illərlə oturub hazırlaşıb uğurlu məqamı gözləmək. Mənim öz startapımda, öz nümunəmdə deyə bilərəm ki, 2 il qabaq mən parking barəsində bir startapa başlamaq qərarına gəldim. Hal-hazırda da məşğulam onunla, yəni startap yetərincə keyfiyyətli şəkildə qurulub və s. Amma mən artıq hiss edirəm ki, 2 il əvvəlki prioriteti yoxdur həmin məhsulun. Yəni 2 il əvvəl olsaydı, biz bazarı partladardıq, səs-küy salardıq. Amma hal-hazırda bu daha mənim rəqiblərim olduğu bölümdə 5-6 şirkətdən biri. Reallıqdır ki, sürətli olmağın xüsusilə innovasiyada, hansı ki, hər gün dövrdə dəyişir və AI texnologiyaları, hər gün yeni bir məhsul çıxır və s. Sizin sürətli olmağınız çox vacibdir. Və sürətli bazara çıxmaq, hətta fail etmək daha düzgündür. Nəinki illərlə işləyib üzərində uğursuz məhsulun uğursuz olduğunu sonradan öyrənir. Bayaq demişdiniz ki, kariyer startap quranda şans da çox önəmlidir. Sizin karyerinizə ən belə təsadüfi hadisə hansı olub ki, sizə çox təsir etsin? Mən Green Baku startapından nümunə çəkə bilərəm sizə. 2016-cı ildə dostlarımızla bundan əvvəl yaratdığımız belə bir ictimai təşkilatı kommersiyalaşdırmaq qərarına gəldik. Yəni ideyamız əslində bəsit idi. Biz təmizlik aksiyalar keçirdik, ekoloji aksiyalar keçirdik, ağaclar əkirdik, təlimlər keçirdik və s. Amma bir müddətdən sonra artıq dedim ki, yox da qardaşım, bu sosial fəaliyyət kimi davam edə bilmir də. Biz ya ciddi işlə məşğul olmalıyıq, ya da ki, bu proyekti bağlamalıyıq. Və başladıq monetizasiya variantlarını düşünməyə. Hansı şəkildə Green Bakunu startapa çevirə bilərik ki, həm gəlir əldə etsin, elə gəlirimizdən də öz sosial fəaliyyətlərimizi davam etdirək. Və Ukraynada beynəlxalq bir tədbirlərdən birində bizə bloknot hədiyyə elədilər. Sadəcə elə bil ki, hər kəsə bir hədiyyə paketi verdilər və o paketin içindən maraqlı bir bloknot çıxdı. Hansı ki, Ukraynanın Tetra Pak şirkəti var, onun tullantılarından hazırlanmış bir bloknot idi. Tetra Pak paketləmə şirkətidir. Müxtəlif bu süd qutuları və s. müxtəlif qutular hazırlayırlar. Yetərincə böyük qlobal şirkətdir. Və bloknotu hədiyyə edəndə mən baxdım bloknota, təbii ki, sahibkarlıq beyni söndü ki, bu da bir opportunitydir. Əgər Tetra Pak bunu Ukraynada edirsə, bizim də çox böyük Azersunumuz var, Azersun şirkəti var, hansı ki, yenə də tullantılardan kağız istehsal edir. Hər birimiz yəqin ki, görmüşük o müxtəlif karton toplama qutularını, IDEA-nın, ASA-nın çox böyük layihələri olub və s. Amma heç kəs o toplanmış kağızdan nə baş verir, nəyə çevrilir onu görməmişdir. Biz qərara gəldik ki, elə həmin kağızdan
dəftərxana məhsulları hazırlayaq, bloknotlar, albomlar, vərəqlər və s. ora-bura. Yəni belə bir hədiyyədən ideya formalaşdı ki, gəlin belə bir biznesi yaradaq və ideya tutdu. 2019-cu ildə biz 1 milyonluq dövriyyəyə gəlib çatdıq. Yetərincə uğurlu startap oldu və deyərdim ki, təsadüfdən bir ideya formalaşdı və biznesə çevirdi. Bəs Azərbaycan startap ekosistemində hər kəsin demək olar ki, yəni düşündüyü bir fikirlər var da. Bu fikirlərdən ən razılaşmadığınız fikir hansıdır? Yəni, ekosistem barədə deyilən fikirlərdən razılaşmadıqlarınız hansılardır? Bəli, əslində bir çox şeylə razılaşmıram. İlk növbədə deyirlər ki, şərait yoxdur, amma şərait əslində var. Sadəcə olaraq şəraitdən hansı şəkildə biz istifadə edirik, o müzakirə mövzusudur. Çox vaxt düşünürlər ki, mən oturacağam, mənim qışın gücüm var, hamı gələcək mənə dəstək olmaq. Elə deyil. Yəni hər kəs öz bazarını özü qurur. Xüsusilə bu sosial ideya deyil ki, sizə dəstək olsunlar. Bu biznes ideyasıdır və biznesdə sən survive etməlisən, qalxmalısan. İkinci yanlış fikir odur ki, tək bacararam. Ən böyük problemlərdən biri odur. Çünki ideya aydın məsələdir ki, sizə aiddir, siz düşünmürsünüz bunu və istəyirsiniz ki, onunla yanırsınız və s. Amma güclü komanda olmasa, heç bir ideyanın uğur gətirmə ehtimalı, yəni çox kiçik faizlə ola bilər ki, siz uğur əldə edə bilərsiniz. İdeyanı paylaşmaq lazımdır, fikirləşmək lazımdır, bir yerdə işləmək lazımdır və hər kəs öz işinə məşğul olmalıdır. Mən hal-hazırda project manageramsa, operation, əməliyyatlar üzrə ixtisaslaşmışamsa, satışla mütləq satışı bilən insan məşğul olmalıdır. Marketinqdə marketinqi bilən insan məşğul olmalıdır. Nə bilim, servislərdə servisdən anlayan insanlar məşğul olmalıdır. Yəni mən həm marketoloq, həm sürücü, həm fəhlə, həm təlimçi ola bilmərəm. Aydın məsələdir ki, sizin güclü komandanız olmalıdır ki, sonunda bir vahid ideya kimi bu formalaşsın. Bəli, olun siz rəhbər, olun siz əsas ideya dağarcığı, amma project manageriniz yoxdur, siz məsələn IT insansızsa, mütləq özünüzə bir project manager tapın ki, bu ideya formalaşsın. Tək bacararam bu söhbəti çox vaxt alınır. Bəs neçə adam lazımdır təqribən bir startap üçün ki, startap uğurlu olsun və adam sayda çox olmasın da, yəni. Bu əslində ideyadan asılıdır. Yəni biz deyə bilərik ki, konkret minimum 3 nəfər, 5 nəfər olmalıdır və s. Amma əgər siz foundersınızsa, mütləq co-founderınız olmalıdır ki, müəyyən istiqamətdə gedəndə siz artıq aludə olanda o sizi geriyə qaytara bilsin, fərqli fikir olsun komandanın daxilində. Mütləq satış adamınız olmalıdır. Yəni satışsız startapın yaradılmasının mənası yoxdur. Əgər yaxşı satış strategiyanız olmayacaqsa, satışla məşğul olan insanınız olmayacaqsa, dedik ki, reallıqdır ki, çətin olacaq işləmək və mütləq maliyyə, legal analitikiniz olmalıdır. Haradakı sizə dəstək olacaqlar. Bunu freelance da edə bilərsiniz. Lazımdır ki, komandanın üzvü olsun. Amma yəni çox uğurlu ideyalar olur ki, hansı ki, vergi problemlərinə görə, qanunvericiliyə görə və s. görə çətinliklər çəkirlər və sonunda da borca düşürlər. Ona görə mütləq hansısa bir mühasibatlıq, maliyyə və s. bu işlərlə də məşğul olan ayrıca insanınız olmalıdır. Yəni minimum plan budur. Maksimum ideyadan asılı olaraq bu arta da bilər, əksinə azala bilər, əgər şərait imkan verirsə. Bəs adamları seçəndə düzgün olub olmadığını necə bilə bilərik ya? Yoxsa seçək sınaya çıxardaq işdən deyək? Ona görə bu çox yaxşı sualdır bu arada. Ona görə sürətli çıxmalısınız bazara. Siz bilmirsiniz bu insanlar hansı şəkildədir. Bəli, aydın məsələdir ki, biz komandamızı quranda əsasən öz dostlarımıza, tanışlarımıza, nə bilim, əlaqələrimizə, qrup yoldaşlarımıza müraciət edirik. Ətrafımızdakı insanlardan başlayırıq buna. Startaplar xüsusilə bu ideologiyanı sevir. Amma onlarla işləmək lazımdır ki, görəsiniz ki, bu nə dərəcədə effektiv. Yəni bu heç vaxt ola bilməz ki, deyəsən ki, atıram, Samir Red Bull'da işləyib təcrübəlidir, mənim startupımda uğurlu olacaq. Fakt deyil bu. Ola bilər ki, tamamilə fərqli olsun və ya da fərqli nəticələnsin. Ona görə bazara sürətli girmək lazımdır. Girmək lazımdır ki, siz o insanı bazarda görəsiniz, həmin komandanı bazarda yoxlayasınız və səhvləri hansı şəkildə analitika edib, hansı şəkildə həll edib, inkişaf edə bilib bilmədiyini görəsiniz ki, sabah hətta bu ideyanız belə yaxşı işləməsə, onu bir rebrand edib, yenidən başqa ideya kimi, başqa şirkət kimi, başqa komanda ilə onu idarə edəsiniz. Ki, yenidən yaşamaq hüququ olsun da ideyanın. Yoxsa illərlə səhv komanda, səhv insanlarla işləyib, hətta özünüzün buna hazır olmadığını bilmədən, yəni buna vaxt itirməyiniz düzgün olmaz. Bəs son olaraq bizi dinləyənlərə əsasən gənclərdir və onlar da bir iş qurmaq istəyirsə, onlara startap sahəsində ən böyük verə biləcəyiniz məsləhət nədir? Həvəsli olsunlar,
həvəsli olun, eksperiment etməyə, müxtəlif ideyaları nəzərdən keçirməyə qorxmayın. Mən bir çox ideyalarımı öz hobbilərim üzərində başlamışam. Yəni onsuz da bununla məşğul olurdum. Əyləncə üçün, nə bilim, istirahət üçün, idman üçün bununla məşğul olurdum. Sonra düşündüm ki, bunu nəyə görə də başqa insanlar üçün də etməyim və ideyalar çox yaxşı şəkildə işlədi. Hal-hazırda 2 aktiv startapım var, hansından ki, daimi gəlirim mövcuddur. Eksperimentə açıq olun. Hər zaman internetdə gördüyünüz, nə bilim, qarşınıza çıxan problemləri və s. həll etməyə çalışın. Sadəcə olaraq onlarla yaşamağa çalışmayın və yaxud da həlləri qıraqda axtarmayın. Əgər bu mindset sizdə formalaşacaqsa, aydın məsələdir ki, sizin uğur qazanma ehtimalınız daha çoxdur və ən əsası kommunikasiya edin, müzakirə edin. Nəsə maraqlı ideyanız varsa, nəsə maraqlı bir təklifiniz varsa, nəsə yaşadığınız problem varsa, onu ətrafınızdakı insanlarla danışın ki, bəlkə kimdənsə maraqlı ideya çıxar ki, bunu belə həll edək və onu kommersiyalaşdıraq və kommersiyalaşdırdıqdan sonra da çox yaxşı işləyə bilər. Düşünməyin ki, bu ideya sizə aiddir, bu problemi siz ancaq görürsünüz və yalnız siz həll edə bilərsiniz. Nə qədər çox kommunikasiya etsəz, nə qədər çox müzakirə etsəz, nə qədər çox insanlar sizin ideya barəsində bilsə, onu həll etmə ehtimalınız və yaxud da uğur qazanma ehtimalınız daha çox olur. Bizdə biraz təbii ki, insanlarda belə mühafizəkarlıq var ki, mən bu ideyamı danışsam mənə uğrayacaqlar və s. bura. Amma heç kəs sizin kimi, dediyim kimi də düşünmür. Əgər düşüncə tərzi eyni deyilsə, niyə də yox, siz onu paylaşa bilərsiniz və sonda öz həmfikirlərinizi tapa bilərsiniz. Ümid edirəm dinləyən hər kəs üçün maraqlı bir podkast alar. Bizim hər birimizin əlaqə ünvanlarının Instagram və LinkedIn-i açıqlamada və ekranda görə bilərsiniz. Əgər bir sözünüz yoxsa, mən də sağollaşa bilərik artıq. Hər kəsə uğurlar. Təşəkkür edirəm ki, məni dəvət etdiniz. Mən hər zaman şad olaram ki, müxtəlif mövzularda, müxtəlif sizin yeniliklərdə iştirak edim və əlbəttə ki, hər birinizə uğurlar. Çox sağ olun. Görüşənədək.